qandır da axır. Normal damardır. Nə axır? Qanın plazma hissəsi axır. Plazmanın içində eritrosit üzür, leykosit üzür, trombosit həmişə belə göstərirlər. Trombosit göstərəndə leykositə oxşuyur uşaqlar. Leykosit belə daha genişdir, trombosit belə balaca-balacadır. Yəni şəkildə görəndə fərqləndirməyi bacarın. Eritrositdir, leykositdir, trombositdir. Bu da plazmanın içində, plazma qanın maye mühitidir. Yəni bu eritrosit, leykosit, trombosit plazmanın içində üzür. Plazmanın 90% də sudur. Üzür. Aha, indi mənim əlim buradan kəsildi. Oho, əlim kəsildi, damar kəsildi buradan. Bəs nə baş verir ki, axı buradan qan töküb başlayır qan axmağa. Düzdür, axı buradan hərəkət edir qan. Qan başlayır burada axmağa. Və bir müddətdən sonra qan axma dayanır. Necə olur qan axma dayanır? Bu işi həyata keçirən birinci qaraciyərdən yadınıza saxlayın ki, nə var? Protrombin zülalı qaraciyərdə ya. Protrombin zülalı çevrilir trombin zülalına. Biz demişdik axı bütün çevrilmə prosesləri qaraciyərdə gedir. Protrombini trombinə çevirən K vitaminidir. Əgər K vitamini olmasa, daha doğrusu protrombinin sintezlənməsini K vitamini təmin edir. Amma çevrilmə proseslərini kalsium 2 müsbət ionları təmin edir. Bir də deyirəm, sintezlənmə K vitamininin işidir. Vitamin sintez edir. Protrombini sintez edir. Trombini sintez edir. Amma protrombindən trombinə çevrilməni kalsium 2 müsbət ionları həyata keçirir. Protrombin trombinə çevriləndən sonra qaraciyərdən, baxın, qaraciyərin venasına qaraciyərdən çıxır, oradan gedir, aşağı boş vena ilə qoşulur, sağ qulaqcıq, sağ mədəcik, oradan gedir ağciyər kötüyü ilə ağciyərlərə, ağciyər venalısı ilə sol qulaqcıq, sol mədəcik, aorta, oradan qarın aortası və gedir böyük qan dövranına qoşulur. Təbii ki, bu kəsinti varsa damarda, hansı damarın kəsintisidir bu? Böyük qan dövranının kəsintisidir, düzdür? Bədənimizdə olan bütün belə deyəndə damarlar hamısı böyük qan dövranı damarlarıdır. Kiçik qan dövranı ağciyərdədir, içərdədir. Siz bütün bədənimizdə böyük qan dövranı damarlarını görürsünüz. Deməli, qarın aortasından, eləcə də bütün qarın aortasından bilirsiniz ki, bütün daxili orqanlara, damara, bədən səthinə qədər damar gəlir və gəlir, bax bura, protrombin çevrildi. Trombinə böyük qan dövranı ilə gəldi, bax, qan axan yerə gəldi. Qan axan yerə gəldi ki, burada nəyə gəlir? Qanın plazmasından, yadınıza saxlayın, fibrinogen zülalı axır. Fibrinogen zülalı suda həll olan zülaldır. Suda həll olan zülaldır. İndi bu qaraciyərlə trombin gəldi axı. Trombin gəldi bura. Gəldi, çıxdı bura trombin. Plazmada axan fibrinogeni çevirir. Bax bu, trombin. Fibrinogeni çevirir fibrin zülalına. Fibrinogen suda həll olduğu halda fibrin zülalı suda həll olmayan zülaldır. Hər ikisi zülaldır. Və bu çevrilmə prosesi yenə kalsium 2 müsbət ionlarının iştirakı ilə gedir. Çevrilir fibrin zülalına və fibrin lifləri əmələ gəlir. Lif. Elə ki, mexaniki toxumada, bitkidə mexaniki toxuma var idi, mexaniki liflər. Belə fibrin liflərinə çevrilir suda həll olmayan. Baxın, gəlir, baxın, burada. İndi
bir şey var ki, deyirsiniz müəllim, bəs trombosit nə iş gördü? Bax, bu çevrilmə proseslərində fibrinogenin, bütün bu prosesləri kataliz eləyən, katalizatorluq rolunu oynayan trombositlərin parçalanmasından ayrılan fermentlərin iştirakı ilə baş verir. Mən nə demişdim? Deməmişdim fermentlər zülallardır. Deməmişdiniz fermentlər katalitik funksiya yerinə yetirir. Demişdiniz axı o tərəfdə. Düzdür? Fermentin işi katalizatorluq eləməkdir. Trombositlərin də parçalanmasından ayrılan katalitik fermentlər bax bu proseslərin gedişatını kataliz eləyir. Yəni sürətləndirir. Trombosit parçalananda bu ferment ayrılmasa, ha buradan fibrinogen zülalı axsın, çevrilsin fibrin zülalına. Onun üçün sürətləndirən proses yoxdur, iş yoxdur, ferment yoxdur. Bilirsiniz də, fermentlər aktivatorlardır. Aktivləşdirirlər bu işi. Yəni, bu trombosit, bu fermentləri uşaqlar sintez etməsə, bu gəlib burada fibrin lifləri əmələ gələ bilməz. Və beləliklə gəlir, bax burada, fibrin lifləri əmələ gəlir, bax burada, damar kəsintisi yerdə, eritrosit, leykosit, trombosit də axır da buradan. Gəlir bu, elə bir tor əmələ gəlir orada. Şəbəkə əmələ gəlir, tor. Bu eritrosit, leykosit, trombosit də gəlir, o tordan keçəndə gəlir, yığışır ora və bir tromba çevrilir. Aydındır? Və beləliklə qan laxtalanır, tromb və qanaxma dayanır. Aydındır? Və bu proses laxtalanma prosesi adlanır. Baxın, bu prosesi burada da görə bilərsiniz uşaqlar. Baxın, damar zədələndi. Görürsünüz? Laxtalanma amilləri, protrombin. Görürsünüz, burada yazıbdır. Damar zədələndi, trombositlər dağılır. Plazmaya laxtalanmanı təmin edən ferment xassəli maddə xaric edir. Kim? Trombosit xaric elədi. Damar zədələndi, qan axma baş verir hal-hazırda. Sonra nə baş verdi? Protrombin qaraciyərdə çevrilir trombin zülalına. Qan dövranı ilə gəldi, çıxdı kəsilən yerə. Plazmada axan fibrinogen zülalına çevirdi fibrin zülalına. Suda həll olan zülalı çevirir suda həll olmayan fibrin zülalına, kalsium dozlarının iştirakı ilə və görürsünüz, əmələ gəldi tromba. Görürsünüz, qanaxma gəlir. Bu boz şeyləri görürsünüz. Boz şeylərə baxın, tor kimi. Fibrin lifləridir. Görürsünüzmü? Fibrin lifləri əmələ gəlir. Qan laxtası yaranır və fisiyo. Yaranır tromblaşma. Aydındır? Qanaxma dayanır. Buna laxtalanma deyilir. Uşaqlar, limfada da bayaq dedim, laxtalanma var. Amma laxtalanma faktoru olan trombosit yoxdur limfa düyünlərində. Amma əvəzinə orada fibrinogen var. Bu fibrinogen iştirakı ilə bu proses həyata keçir. Təbii ki, yenə protrombin, trombin, qaraciyər buna təkan olur. Və uşaqlar, elə insanlar var ki, onlarda qanaxma baş verdisə, bu qanaxma dayanmır. Bu xəstəliyə hemofiliya xəstəliyi deyilir. Hemofiliya irsi xəstəlikdir. İrsidir. Yəni, bunlarda qanaxma baş verdisə, qan dayanmır.